Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün biz sizinlə kodlaşdırma mövzusunun suallarının davamına baxırıq. 51-ci sualdan davam eləyək. Deməli, deyir ki, cover olsun 24 pikseldən ibarət olan qrafik təsvirin informasiya həcmi 384 kilobaytdır. Tamam. Qrafik təsvirin 8 rəng sallarına malik olduğunu bilərək ekranı müəyyən edin. Bizdə nə var? Piksellərin sayının biri yoxdur. Ümumi həcmimiz var. Rəngin dərinliyində belə deyək də, rəng çalarından tapa bilərik və yaxud da ki, palitradan. İndi düsturumuz V bərabərdir. A vurulsun B vurulsun kiçik N şəklindədir. A və B piksellərin sayıdır, kiçik N də rəngin dərinliyidir, düzdür? İndi yerinə qoyub yazaq. K vurulsun 1024 vurulsun, kiçik N-ə vurmalıyım. İndi qrafik təsvir 8 rəng çalarına malikdir. O zaman mənim böyük N-im bərabər olur 8-ə. O da 2 üstündə 3 demək olduğuna görə deməli kiçik N-in qiyməti olur nə? 3 bit. Düzdür? Gətirib burada yerinə qoyuram. Yazıram vurulsun 3 bit. Həcmim də bərabərdir 384-ə. Yazıram 384 kilobayt. İndi sol tərəfim bitdi, sağ tərəfim kilobaytdır. Bunları bərabərləşdirmək lazımdır. Kilobaytı bitə çevirərəm. O zaman buranı bərabərin sağ tərəfini 2 üstündə 13-ə vururam. İndi bərabərləşdi. K-nı tapaq. K-nı tapmaqdan ötürü də bərabərin sağ tərəfini K-nın yandaşlara bölərəm. Bu artıq riyazi tərəfidir. 384 3 vurulsun 2 üstündə 7 deməkdir. Vurulsun 2 üstündə 13, bölünsün 24 2 üstündə 10 şəklində yazıram. Bir də vurulsun 3. Heç nə eləmədim. Sadəcə ədədləri 2-nin qüvvətinə gətirdim. Bunlar getdi, buna da bu getdi. Qalır yuxarıda 2 üstü 3, 2 üstü 7, yəni 2 üstündə 10. O da edir 1024. Yəni cavab olur A variantı. Sonra baxaq 52-yə. 52-ci sualda. Nə deyir? Deyir ki, qrafik təsvir, gəlin rəqəmlərdə yazım, yazmayanda çaşırıq. 64 rəng çalarlı palitrada eşidən kimi yazıram. 64-dür. Bu 2 üstündə 6 deməkdir. Deməli, kiçik N-in qiyməti olur 6 bit. Bunu yazdıq. Kodlaşdırılmışdır. Bu təsvirin rəng çalarlarının sayı, rəng çaları böyük N-dir. Palitradakı rənglərin sayı, rəng çaları sözlərini gördüksə böyük N-dən söhbət gedir. 8 dəfə az olan, bax deməli bu M1 idi. Çünki mənim rəng çalarım dəyişibdir də, düzdür? Bunları M1 olaraq qeyd edirəm. İndi N2 yazıram. Yazıram N2 bərabərdir. 8 dəfə azaldı. Yəni əvvəl 64 idi. Bunu mən 8 dəfə azaltsam, olarmı 8-ə? O da 2 üstü 3 olduğuna görə avtomatik mənim kiçik N2-im bərabər olacaqdır 3 bitə. Bunu danışdıq. Deməli, kodlaşdırılarsa həcmi necə dəyişir? Biz də yadınıza gəlirsə, bu düsturumuz var idi. Demişik ki, A, B, N düsturundan yola çıxaraq həcmdən kiçik N-in belə deyək də, düz mütənasib olduğunu öyrənmişdik. Nətər idi? V1 bölünsün V2 asılılıq yaradırdıq. Bərabər idi M1 bölünsün N2-yə. Yəni, V1-in qiymətindən N-in qiyməti düz asılıdır. İndi, sənin əgər M1-in 6 idi, dəyişdi oldu 3. Nə qədər dəyişibdir? 2 dəfə azalıb. Baxıram, azalma gedib də 3-ə dönüşübdür. 6-dan 3-ə axı azalır. Ona görə, yəni artma-azalma məsələsi buradan irəli gəlir. Bəzən ola bilər ki, bunu yazarsınız, hə, gətirib qiymətləri 6 bölək 3 bərabərdir, 2 tap burada 2 dəfə artma qoyarsınız, olmaz. 6 idi 3 olub. Nətər dəyişib 2 dəfə azalar. Yəni cavab olacaqdır burada A variantı. Keçək 53-ə. Nə deyir 53-də? 256 rəng çalarına malik palitrada, tamam. Avtomatik kiçik N-im olur 8 bit. Kodlaşdırılmış təsviri N-indəki piksellərin sayını tək 8 dəfə artırmaqla, hündürlüyündəki piksellərin sayını 4 dəfə azaltmaqla rəng çalarının sayı 16 dəfə az olan. Bax, burada rəng çaları gözümə dəyirdi, ondan davam edib sonra qayıdacağım onlara. Rəng çalarını deyir 16 dəfə azaltdıq. Rəng çaları birinci M1 olaraq şair edirəm ki, çaşmayaq. 256 idi. N2 dəyişdi oldu, 16 dəfə azaltdıq. 256-nı 16 dəfə azaldacağım. O deyir 16. Yəni 2 üstündə 4. Oradan kiçik N-im kim? Bərabər olurmu 4 bitə? İndi N-im nətər dəyişibdir? 8 idi, 4 olub.
O zaman neynədi? 2 dəfə azalmış oldu. Davamına baxıram. Bax, düsturum nə idi ay yoldaşlar? V bərabərdir A vurulsun B vurulsun kiçik n. Düzdür? İndi sənə deyir ki, burada n uzun söhbəti yoxdur. A uzundur, B n-dir və yaxud da yerləri fərqli olsun. Fərqi yoxdur. Piksellərin sayı n-nə və uzunluq. Piksellərin sayı 8 dəfə artırdıq. Tamam, bunu 8 dəfə artırmaq 8-ə vurmaq deməkdir. Vurduq 8-ə. Hündürlüyündə 4 dəfə azaltdıq. Bunu 4 dəfə azaltmaq da 4-ə bölmək deməkdir. Tamam. N-in də qiymətini incə-necə özümüz müzakirə elədik ki, 8 idi, 4 olub. Nətər dəyişdi? 2 dəfə azaldı. Deməli, bunu da 2 dəfə azaldıram. Bunlar avtomatik ixtisar getsə, yenə düsturum ABN şəklində qalırmı? Yəni, bayaq da ABN idi, indi ABN olaraq qaldı. Deməli, nəymiş? Dəyişməz imiş. Yəni, cavab verəcəkdir burada D variantı. Sonra, baxaq 54-ə. Deyir ki, 32 ədəd 512 vuraq 512 ölçüləri gibi palitrasında kodlaşdırılmış qrafik informasiyanı 60% arxivləşdikdən sonra informasiyanın həcmi neçə megabayt azalmış olar. Gəlin informasiyanın həcmini tapaq. Düsturumu yadıma salıram. A, B, N və eyni zamanda RGB-ni yadıma salıram ki, RGB-də rəngin dərinliyi nə qədər idi? 24 bit. Bunu bundan əvvəlki videoda sizə izah eləmişdim ki, hər birinə 8 bit olaraq düşünün. 3 dəfə 8 olacaq da 24 bit. Tamam, gətirəm burada yerinə qoymağa. Deməli, 512, yəni 2 üstündə 9 vurulsun. 2 üstündə 9 vurulsun. RGB-də 24 bit və deyir ki, bundan 32 dənədir. 32 ədəddir bu şəkildən. Yazıram, tamam, vuraq 32. İndi mən bunu cavabda megabayt var deyə megabaytla işləməyə çalışıram. Yazıram ki, bölünsün. Gəlin bu 32-ni bir dəfəlik elə 2 üstü 5 yazaq. Yazıram 2 üstündə 5. Bitdən megabaytı keçmək üçün nə etmək lazım idi? Gəlin yadımıza salaq. Bit, bayt, kilobayt, megabayt. Buradan bura bölürdüm 2 üstündə 3-ə. Çünki ki, bu bölmə işarəsidir. Dəqiqə. Bölək 2 üstündə 3-ə. Sonra buradan bura bölməli idim 2 üstündə 10-a. Buradan da bura bölməli idim 2 üstündə 10-a. Ümumilikdə buradan bura gələndə baxıram altında nə var? 210, 210, 203. Elədi ümumilikdə 2 üstündə 23. Deməli, mən bunu 2 üstündə 23-ə bölməliyəm. Bölək 2 üstü 23-ə. Bu eləyir 18. 18-in üstünə 5 gələndə eləyir 23. Elə bunlar hamısı ixtisar gedir, qalır burada 24 megabayt. Gəlin, baxaq davamında nə deyir? Deyir ki, bu informasiyanı 60% arxivləşdirdikdən sonra informasiyanın həcmi neçə megabayt azalmış olar? Yəni ki, 24 megabayt idi. 60% arxivləşdiyi yerdə nə qədər qalır? 40%. Yəni sən 24-ün, 24 megabaytın 40%-ni tapırsan ki, görün məndə nə qədər qaldı əlimdə. 100-ə bölürəm, heç nə. Neçə eləyir? Bundan bu getdi. Deməli, bundan da bunu aparsaq, burada qalır 5, burada qalır 2. Düzdürmü? Bura eləyəcəkdir, deməli, 48 bölək 5. O da eləyəcəkdir 9 tam, neçə qalır? 5-də 3, yəni 9 tam onda 6. Bunu tapdıq. İndi 9 tam onda 6 sənin, belə deyək də, əlində qalan miqdarındır. Səndən həcmin neçə megabayt azaldığını soruşur. 24 idi, 9,6 oldu. Nə qədər azalıb? 24-dən çıxmalısan 9,6-nı. 24-dən 9 çıxıram 15, 15-dən də 6 çıxıram 14,4. Yəni cavab eləyəcək B variantı. Sonra 55. Yəni biraz diqqətli olmaq lazımdır. Elə əslində 60%-də tapsaydınız olardı. 24-ün 60%-də eyni şey gəlib çıxacaqdı. Amma göstərmək üçün yazdım. 55. 258 səhifəlik sənədin ilk və son səhifələrinin hər birində 20 kilobaytlıq qrafik təsvir var. Tamam. Bax, mənim sənədim 258 dənə səhifəsi var. Bunun 2 dənəsində 20 kilobaytlıq qrafik, yəni şəkil var. Onda ümumilikdə bu elədi 40 kilobayt. Nə? Şəkil. Bunu yazaq. Qalan səhifələrində, qalan nə qədər qaldı? 256. Bunu saxlayıram. Hər birində 32 sətir, hər sətirdə 16 simvol var. Artıq sənə veribdir, səhifə, sətir, simvol. Yazıram V bərabərdir. 256, 208 deməkdir.
32 sətir 2 üstündə 5, 16 simvol 2 üstündə 4. Məlumdur ki, əlifbada bir simvolun informasiya həcmi 8 bit təşkil edir. Yəni kiçik enimdə 8 bitdir. Yazıram. Bura olsun 8 bit. Bu sənədin informasiya həcmi neçə kilobayt olduğunu, bunu da kilobayt keçirəndə 2 üstündə 13-ə bölməliyəm. Deməli 8 ilə 5-i toplayanda elə 13 edir. Bunlar getdi avtomatik. Qalır aşağıda bu. 2 üstü 4 ilə də 2 üstü 3-ün cəmi 2 üstü 7 eləyir. O da eləyir 128 kilobayt. Mənim axı bu oldu mətnim həcmi də. Düzdürmü? Düzdürmü? Mətndir bu. Mətn əvvəldə şəklim var idi. Deməli 128 mətnimindir. 40 kilobaytda şəklindir. Ümumilikdə bunların cəmini hesablayıram 168 kilobayt. Yəni cavab edir D variantı. Belə. Gələk 56-ya. (516) səhifədən ibarət sənədin ilk 4 səhifəsində bu qədər pikseli, bu qədər rəng çalar paletlə rənglənmiş qrafik təsvir var. Aha. İndi bax 516 səhifəlik sənəddir. Yazıram bura. Bunun 4 dənə səhifəsində bu piksel söhbətini görən kimi bilirəm ki, şəkildir. Məsələn, dalını oxuyanda baxıram ki, digər səhifələr nə qədər qalır? 512. Yazırıq bura 512. Deməli, 64 sətir simvol Unicode söhbətində də bilirəm ki, burada da mətndir. Hə, indi gəlin baxaq davamına. Deyir ki, başlayaq indi bunun ümumi həcmini hesablamağa. Başlayıram. 4 şəkildir. Deməli, ay yoldaşlar, gəlin belə danışaq da. Bax, məsələn, mənim bir dənə şəklim 2 kilobaytdırsa, bu şəkildən də fərz edirəm ki, 4 dənə var. Onda nə edirəm? Bir şəklin həcmini vurmalıyam da bu 4-ə, düzdür? İndi mən sizə düsturda əlavə olaraq onun səhifələrin sayına vuracağım. Demin ki, ay müəllim, biz onu hardan aldıq? Yəni, düsturda elə bir şey yoxdur axı. Düsturda yoxdur. Amma biz onu məntiq olaraq yürütməliyik, başa düşməliyik ki, söhbət nədən gedir. Yazıram bura V qrafik bərabərdir. İndi 4 səhifəsi var. Ya istəyirsiniz ümumilikdə həcmi tapaq, sonra 4-ə vuraq. Amma yaddan çıxmasın deyə 4-ü əvvəldə yazmağımız mütləqdir. Yazıram 4 vuraq. Yəni bir şəklin həcmini tapıb 4-ə vururuq. Vurulsun. 512 nədir? 2 üstü 9. Bir də vurulsun. 512 nədir? Yenə 2 üstü 9. Yazdım. 256 rəng çaları. Bunu görən kimi tez qıraqda yazıram ki, n 256-dırsa, bu da 2 üstündə 8 deməkdir. Deməli ki, c-nin qiyməti olacaqdır 8 bit. Vurulsun, deməli bir dənə də yazıram bura 8 bit. Oy. Bit. İndi bunu yazdıq. Bir də bunu hesablayıram. Cavabı megabaytdan istəyir. Gəlin bunu 2 üstünə 23-ə bölək. Bölünər də inşallah. 2 üstü 23. Elə hamısı gedir 1 megabayt qalır. 18, 2 də buradan 20, 23. 1 megabayt bu elədir. Bu bizim şəklimizin həcmidir. V qrafik yazmışam. İndi yazıram V mətn bərabərdir. Nə qədər səhifəm qalmışdı? 512. 512 nə qədərdir? 2 üstündə 9 deməkdir, düzdür? İndi dalını oxuyuram. 64 sətir, vurulsun 2 üstündə 6, 32 simvol var, vurulsun 2 üstündə 5. Bunu qalınlaşdıraq. Bir də deyir ki, Unicode-da kodlaşdırılır. Vurulsun 2 bayt. 2 bayta. Megabayta da çevirəndə bunu bölməliyəm 2 üstündə 20-yə. İndi bunlar ixtisar gedəndə bununla bu ixtisar gedir 2 üstü 20 eləyir. Qalır burada da 2 megabayt. Ümumilikdə də bunların həcmi olur nə? 3 megabayt. Yəni heç vaxt mətnlə qrafik faylı eyni anda hesablamaq olmaz. Cavab eləyir C variantı. Ancaq bunları ayrı-ayrı hesablayıb sonra toplamaq lazımdır. Sonra baxaq 57-yə. Deməli, 10 səhifəlik kitabın hər səhifəsində x sayda simvol və 20 kilobaytda qrafik təsviri var. Kitabın informasiya həcmi 700 kilobayt olarsa, onun hər səhifəsindəki simvol sayını müəyyən edin. İndi gəlin belə danışaq. Bax, tutaq ki, kitabın bir dənə səhifəsini göstərirəm sizə. Bax, cümlədə nə deyir? Deyir ki, hər səhifəsində simvol və şəkil var. Təsəvvür edin ki, bir dənə şəkildir burada. Qalan hamısı simvollardır. Belə-belə yazılardır. Çoxlu belə-belə yazılardır. Sən də bu simvolları bilmirsən. Bayaqlarında qeyd elədik ki, mətnlə qrafik faylı eyni anda hesablamaq olmaz. Ayrı-ayrı hesablamaq lazım, düzdür? Mənə məlumdur nə? 10 dənə səhifəsi var. İndi mən belə hesablayıram bunu ki, 20 kilobaytlıq hamısında qrafik təsvir, yəni şəkil varsa,
10 dənə də səhifəsi varsa, bunun 200 kilobaytı getdi, düzdür? Ya belə də hesablaya bilərik. Gəlin ümumilikdə tənlik də qura bilərik. Məsələn, yazaram ki, bir səhifə üçün olarsa olsa, mən x sayda simvolun üzərinə, x sayda simvol, bir də bu ASCII-də kodlaşdırıldığına görə vurulsun 1 bayt. Həcmdən söhbət gedir də. 1 bayt, yəni ümumilikdə x bayt eləyəcəkdir. Üzərinə gəlinsin, bir də 20 kilobayt. Bunların toplayıb ona vurub 700 kilobayta bərabər eləyə bilərəm. Belə də eləyə bilərəm. Eyni şey gəlib çıxır, Həsən keçər məsələsi. Deməli, 10 səhifəni vururam, x üzərinə gəlsin 20 kilobayta. Yəni, bu x-in bölünüb bir dənə də bayt yazaq ki, məlum olsun nədir. Və ümumilikdə bunun da həcmi bərabərdir 700 kilobayta. Bunu yazdıq. Tənliyə yazsaq, 10x bayt. Bunu belə yazım ki, b deyil, yəni. Üzərinə gəlsin 200 kilobayt. Bərabərdir 700 kilobayta. İndi 10x bayt bərabərdir, bu tərəfə keçir 500 kilobayta. İndi belə danışaq da, mən buradan x tapmaq istəyirəm. Bu tərəf bayta, bu tərəf kilobayta. Onu mən buranın 2 üstü ona vurmalıyam ki, bayta çevrilsin. X-in qiyməti, yəni bunlar bərabərləşdi, artıq bunlara ehtiyac yoxdur. X-in qiyməti də bərabər olacaqdır. 500 vurulsun 2 üstündə 10, bölünsün 10. Bunlar ixtisar gedir, qalır 50 vurulsun 2 üstündə 10-a. İndi belə bir cavab da var, C variantı. Elə bildim yoxdur. 50. Əgər olmasa 50-ni sadələşdirin. Məsələn 50 2-yə bölünür də. Onda olacaqdı 25 vurulsun 2 üstündə 11. Bu şəkildə də yaza bilərsiniz. Yəni riyazi detallardan istifadə edə bilərsiniz. Tak, gəldik. 58. Qrafika ifadəsinin ASCII kodlaşdırma sistemində informasiyanın həcmi ilə 256 simvol əlifbada sistemdəki informasiya həcminin cəmini baytla tapın. Yazıq burada qrafika. Neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Yazırıq 7 simvol. İndi ASCII kodlaşdırmasında kodlaşdırılanda yazıram burada V, A, S, C, I bərabərdir. O zaman 7 simvolu vurmalıyım 1 bayta, o deyəcək 7 bayt. Düzdür? Deyir ki, 256 simvollu əlifba. Böyük yenin qiyməti 256-dır. Bu da 2 üstü 8 deməkdir. Avtomatik kiçik yen olur 8 bit. Və buradan tutmalısınız söhbəti ki, bu 1 bayt deməkdir. Ay başına dönün. 256 simvollu əlifba ilə ASCII deməli standartı demək olar ki, eyni şeydir. Düzdür? Yəni ikisinin də qiyməti 1 baytdır həcm olaraq. Ki, əlifba sistemindəki informasiya həcminin cəmini baytla tapın. Deyir ki, həm ASCII-də hesabla bunu, həm də bunda hesabla, o sonraları cəmlə. Onda mən avtomatik olaraq 256 simvolluq əlifbada da hesablasam həcmini, onda yenə bu 7 dənə simvolu 1 bayta vurmuş olacam. Burada 8 bitə də vursaz, yenə Həsən keçər məsələsi. 7 bayt olacaq. Cəmini hesablaram, heç nə 7, 7 eləyəcəkdir ümumilikdə 14. Yəni D variantı. Belə. Bu qədər sadə. Gələk 58-ə. Nə deyir? 59-a. Mətn faylının informasiya həcmi 4 kilobaytdır. Tamam. Mətn 8 səhifədən ibarətdir və hər səhifədə 32 sətr və hər sətrdə 16 simvol var. Mətnin kodlaşdırıldığı əlifbada bir simvolun informasiya həcmi bitlə deməli ifadə edin. Tamam. İnformasiya həcmi 4 kilobaytdır. 8 səhifəsi var, yazıram bura. Vuraq. Hər səhifədə 32 sətr var, tamam. Gəlin elə bunu da yazaq. 2 üstündə 3. 2 üstündə 5. Vuraq 16 simvol var, o da tamam. Və kiçik yenin qiyməti yoxdur. Ümumilikdə də həcmi 4 kilobaytdır. Yanınıza gəlir, deyirdik bu həmçinin olmalıdır, bit olmalıdır. Ona görə də buranı 2 üstündə 13-ə vururam ki, bərabərləşsin sağ və sol tərəf. O zaman kiçik yenin qiymətini tapanda 4 vurulsun 2 üstündə 13-ü bölməliyəm. Bu tərəfi toplayanda 5, 4, 9 eləyir. 9-un üstü üçgəndə də 12. 2 üstündə 12 eləyir. Bunlar ixtisar gedir, qalır 2 dəfə 8. Sonra nə deyir? Bir informasiyanın həcmini bitlə ifadə edin. Heç nə 8C variantı. 59 belə. Baxaq 60-a. Nə oldu buna?
60. Deyir ki, 256 vuraq 1024 pikselli raster qrafik təsvir üzərində əməliyyatlar aparılır. Tamam. Verilmiş təsvirdən kəsilə biləcək maksimal ölçülü kvadrat formalı təsvir kəsilir. Ay qadan alın. Bax, sənin şəklin budur. Bura atıram 256-dır. Burada 1024-dür. Düzdür? Hə, buradan maksimal kvadratı mən nətər ayıra bilərəm? İndi buradan ayıra bilmərəm, buradan. Niyə nətər ayırım buradan? Kvadratın hər tərəf bir-birinə bərabərdir. Düzdür? O zaman maksimal olmur. Mənim ən böyük götürə biləcəyim qiymət buradandır. Ki, buranın qiyməti 256 olsun. Məndən bax bu hissəni soruşur. Bu hissədən söhbət gedir. Bunu qoyduq qırağa. Deyir, kəsilə biləcək maksimal kvadrat formalı təsvir kəsilir. Tamam, kəsdik bunu. Hər tərəfi 256-dır. A-sı da, B-si də. Alınmış yeni təsvirin rəngin dərinliyi, yəni kiçik yeni 16 bit olarsa, həcmi neçə kilobaytdır? V bərabərdir 256, vuraq 256, vuraq kiçik n, yəni 2 üstündə 4. Kilobayta çevrində bölürəm 2 üstündə 13-ə. Heç nə. Bunlar ixtisar gedir. Bunun 1 2 üstü 7, yəni 128 kilobayt. Yəni cavab verir Y variantı. Belə. Sonra 61. Tak. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 5 simvollu parol verilir. Tamam. Parolda 55 simvollu hərf və onluq say sisteminin rəqəmlərindən istifadə edilir. Bax, belə danışaq da 5 simvollu parol. 1, 2, 3, 4, 5. Bu indi məsələyə baxacam görüm nə qədər lazımdır. Bizə lazım olmaya da bilər. Hə. Deyir ki, 55 simvollu hərf. Bax, sən əlifbanda özü deyir də ki, istifadə edə bilərsən nəyi? 1, 55 dənə simvollu hərf. Onluq say sistemindən istəyən simvol var. 10 dənə, düzdür. Onluq say sistemi rəqəmlərindən istifadə edilir. Bunu yazdıq. Deməli, bu elədi 65. Biz də bu 2-nin qüvvətinə gəlməyəndə nə edirdik? 2-nin qüvvəti arasında baxırdıq neçənin arası deyirləşir. 64 206-dır. Bu da 64-ün içində 65 yoxdur axı. Deməli, mənim kiçik yenimin qiyməti olacaqdı 7 bit. Bunu yazıram 7 bit. Getdi. Hər bir parol kompüterin yaddaşında minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol minimal bit sayı ilə kodlaşdırılır. Deməli, 40 belə paroli kodlaşdırmaq üçün minimal həcm neçə bayt olar? İndi, gəlin fikirləşək görək, nətər eləmək olar? Bizcə dəqiqə. Eyni və tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol minimal bit sayı ilə kodlaşdırılır. 40 dənə belə parol qoymaq üçün. Tamam. 5 dənə simvoldur. Hər biri 7 bitdən nə qədər eləyir? 5 vurulsun 7. Bit düzdür. 5 dəfə 7-də eləyəcək 35. Bir də gəlsə belə bir şey deyim də. Bu biti bayta da çevirmək lazımdır. Mən bunu bölməliyəm 8-ə. 5 dəfə 7 eləyir 35 bit. 35-i də 8-ə böləndə, ay yoldaşlar, gəlin belə danışaq da, bu 4 tam neçəsə eləyir. Mən də bunu tam bayt uzunluğunda deyirsə, nətər deyim, bax, məsələn, mən bunu 5 baytın içərisində yerləşdirə bilərəm də, bu 4 tam neçəsə baytı, düzdür? 5-in içinə yerləşdirə bilərəm. Yəni, bunu 4-ün içinə yerləşdirə bilmərəm, axı mən tam rəqəm yazmalıyam bura. Ona görə bura yazıram 5 bayt. Burası çox önəmlidir. Yəni, buranı bir dənə diqqətlə tuta bilsəz, bu hissəsini asandır qalanı. Yəni, sən burada 35 biti tapdın. Sən bunu bayta çevirməlisən. Çünki deyir ki, minimal və tam bayt uzunluğunda yazılır. Tam bayt uzunluğu da, yəni burada tam rəqəm yazmalısan. Sən 4 tam neçəsə yox, yəni ya 4 yazmalısan, ya da 5 yazmalısan. Sən də 4 tam neçəsəni, fərqi yoxdur. Ya 4 tam onda 2 olsun, 4 tam onda 5. Yuvarlaqlaşdırıb yazmısan. Əgər 4-dən biraz qırağa çıxdınsa 5 götürürsən. Çünki 5-in içində var həmin ədəd. Aydındır, başa sala bilirəm. Bunu yazdıq, 5 bayt tapdıq ki, sənin bir dənə parolun budur. İndi deyək ki, 40 dənə parolun var. 40 dənə parolun, bu parolun nə qədər yer tutar? 40 parolda 5 bayta vurursan eləyir 200. Yəni cavab edir Y variantı. Tutardı, getdi. Bu qədər. 62. Deyir ki, 384 kilobayt həcmə malik qrafik təsvirin 256 vuraq 512 pikseldən ibarətdir. Bu qrafik təsvir ilə eyni rəng dərinliyinə malik olan bu pikseldən ibarət qrafik təsvirin həcmi neçə kilobayt olduğunu müəyyən edin. Gəlin tapaq. Bax, mən birinci buradan rəngin dərinliyini tapmalıyım ki, görüm nətərdir vəziyyət. Həcmini verib, bax, bu
qrafik təsvirlə birinci cümlədəki, bax cümlə deyirəm, cümlənin içərisindəki qrafik təsvirlə ondan sonraki nöqtədən sonra verilən qrafik təsvir fərqlidir. Birincidə sənin həcmin tapmaqdan ötürü nə etməlisən? Düstur buydu, düzdür? A vurulsun, B vurulsun, kiçik n. Mən bunu rahat bir yerə qoyum. İndi sənin həcmində tapanda piksellərin sayı var. 2 üstündə 8 vurulsun, 2 üstündə 9 vurulsun, kiçik n yoxdur. Amma həcmimiz 384-dür. 384 4 vurulsun 2 üstü 7 deməkdir. Və bu n bitlə ifadə olunduğuna görə bir də bu kilobaytdır. Axı 2 üstü 13-ə vururam ki, kilobayta çevirim. Bunu yazdıq. İndi kiçik n-i tapaq buradan. Kiçik n bərabərdir. Bərabərin sağ tərəfindəkini, kiçik n-in yanında nə varsa ona bölməliyəm. Yazıram 3 vurulsun 2 üstündə 7 vurulsun 2 üstündə 13 bölək 8 ilə 9 toplayanda deyəcək 2 üstündə 17. Heç nə. Bunlar ixtisar gedir, qalır burada deməli 2 üstündə 3, 2 üstü 3. Düzmü deyirəm? Düz deyirəm. 3 dəfə 8 deyəcək 24 bit. Bax bunu tapdıq. İndi məsələnin davamında nə deyir? Deyir ki, bu qrafik təsviri ilə eyni rəng dərinliyinə malik olan bu pikseldən ibarət qrafikin həcmini tapın. Yəni bu biri qrafik təsvir tapanda piksellərini verir 2 üstü 9, 2 üstü 9. Rəngin dərinliyində 24 bit. Sən də bunu kilobayta çevirməkdən ötürü bölməlisən 2 üstündə 13-ə. Bunlar ixtisar gedir, yuxarıda qalır 2 üstündə 5, yəni 32. Vurulsun 24. 32-ni də 24-ə vuran neçə eləyir? 2 dəfə 4, 8 ilə qutaran nədir? 768. A variantı. Bax 63-ə. Qrafik təsvirin çevrilməsi nəticəsində palitradakı rənglərin sayı 16-dan 256-ya qədər artırılmışdır. Tamam. Sənin n-in, birinci n-in, bax palitra sözü varsa böyük n-dən söhbət gedir. 16 idi. Onda sənin kiçik n-in nə qədər imiş? 4 imiş. Bunları hər ehtimala qarşı yazın. Və 256-ya qədər artırıldı. Yəni 256 oldu. O zaman sənin kiçik n2 olacaqdır neçə? 8 bit. Bu 2-nin qüvvətlərini əzbərləyin, zəhmət olmasa. Bunlar əzbərləmək deyəndə hər dəfə məsələ işlədikcə bir yerə yazın 2-nin qüvvətlərini, dəftərin məsələn ən baş kardonuna. Hər dəfə test işlədikcə çevirin, baxın, göz yaddaşına yadınızda qalacaqdır. Bu çevirmədən sonra təsvirin həcmi necə dəyişər? Danışmışdıq nə bax? V bərabərdir A, B, N düsturuna görə. V və N düz mütənasibdir. Ona görə də V1 bölünsün V2 bərabərdir N1 bölünsün N2-yə. Və sən də buradan nəticəyə gəlsən ki, V ilə N düz mütənasibdir. 4 idi, 8 olubdur. Nətər oldu bu? Deməli, sən bunu vurdun 2-yə. Yəni 2 dəfə artdı. Cavab eləyər A variantı. 64. Hı -hı. 81 səhifəlik mətn faylının son səhifəsində tutulma bu qədər olan şəkil var. Bu son səhifədə var. Yəni onda kitabın 80 səhifəsi qalır. Digər səhifələrinin hər birində, yəni 80 səhifənin bu şəkil var. Üzr istəyirəm, mətn var. Unikodu görən kimi deyirəm ki, mətndir. Hə, indi bax bu şəkli qoyuram bir qırağa. Yazıram ki, bir səhifə deməli nə qədərdir? Bir səhifədə 704. 704 kilobayt şəkil. Digər səhifələrdə, yəni 80 dənə səhifədə mətn. Mətn. İndi başlayaq hesablamağa. Mətni hesablayıram təbii ki. Zaten o məlum məsələdir bu şəkil məsələsi. Və mətn bərabərdir. 80 səhifə vurulsun. Davamı. Nə deyir? 32 sətir, 2 üstündə 5 vurulsun. 64 simvol, 2 üstündə 6. Unicode'da da bir də vurulsun 2 bayta. İnformasiya həcmini tapın deyir. Baxıram cavabda kilobayt da var, megabayt da var. Nəyə çevirə bilsəm çevirəcəm. Ən yaxşısı yuxarıdakı kilobaytı 704 kilobayt. Toplamaq asan da olsun deyin, gəlin bunu da kilobayta çevirək. 2 üstündə 10-a bölərəm. Bunlar ixtisar gedir, qalır yuxarıda 4 dəfə 8, 32, 320 eləyir. 320 kilobayt. Heç nə. Toplayaq. 320-nin üzərinə 704 gəlirəm. Eləyir neçə? 1024 kilobayt. Bu rəqəm sizə artıq tanışlıq edib 1 megabayt.
Çevirmə həssas küstan, küstana böldüm də elə bil ki bunu. Yəni cavab edir C variantı. Sonra baxaq 65-ə. %128 səhifəlik sənədin cüt səhifələrində. Gəldik məsələyə. Bax, sizə bir şey öyrədim. 128-i yazıram. Amma bəzən sizə elə olar ki, tək rəqəm verir. Məsələn, atıram 65 verir elə. Bu cüt səhifələr tək səhifə söhbətini eləsə, sən təbii ki 65-i 2 yerə böləndə birinə çox düşür, birinə az düşür. Söhbət səhifələrin sayından gedir də, cüt təkdən. Yəni cütlərin sayı, təklərin sayı, biri çoxdur, biri azdır. Amma hansının olduğunu müəyyən etməkdən ötürü cəm belə danışaq. 65-i yarıya bölsün, birinə 32 düşər, birinə 33 düşər, düzdür? Yadınızda saxlayın, cüt olan cütdür. Tək olan da təkdir. Yəni bu təklərin sayıdır, bu cütlərin sayıdır. Bunu ipucu olaraq sizə deyirəm, qabağınıza çıxıraqdır. İnşallah onu da unutmarsınız. Yadınıza salıb müəllimliyə bir dənə dua eləyərsiniz. 128 səhifəsi var. Yenə belə yazıram. 128. Tək cüt səhifələri yarıya bölən neçə eləyir? 64. 64 dənə cütdür, 64 dənə də təkdir. Düzdür, qabağına yazmıram da. Hə, deyir ki, bu qədər piksel olan və bu qədər Python kodlaşmış qrafik təsvir var. Qalan səhifələrində də mətn var. Bir hesablayıram, heç bunu yazmıram. Lazım deyil, da başa düşdük. Deməli, ay yoldaşlar, V qrafik bərabərdir. Səhifələrin sayını yazıram. 64, yəni 2 üstündə 6, vuraq, dalına işləyirəm. 209 piksellərin sayı, yəni 512 vuraq. 256, 208 deməkdir. Vuraq. Kiçik böyük yenimin qiyməti hər dəfə yazıram. 256-dırsa, deməli kiçik yenin qiyməti olacaqdır 8 bit. Bir də vurulsun 8 bitə. Deməli, kodlaşdırılan qrafik təsvir var. Heç nə. Cavabların baxıram çoxsu kilobayt da var, megabayt da var. Gəlin görüm, nəyə çevirə bilərəm. Cəmləyəndə bunlar nə eləyir? 6, 9 eləyəcək 15. 15-in üstə 8 gələndə eləyir 23. 23-ün üstə də 3 gələndə eləyəcək 26. Hə, polnu megabaytı keçirə bilərəm. Yazıram ki, üstündə 23. Görün, düzmə hesabladım. Bir də hesablayaq. 9 ilə 8, 17, 23, 26. Həfsi yox. Onu yuxarıda qalır ki, üstündə 3, yəni 8. 8 megabayt bu elədir. Bunu saxlayıram. İndi V mətni işləyirəm. V mətn bərabərdir. 128 səhifəmin yarısı qalmışdı. 2 üstündə 6-nı yazıram. Vurulsun. Qalan səhifələrin hər birində Unicode-da kodlaşdırılmış. Unicode görüntüm 2 bayt yazıram. 8192 simvol var. Və bu sənədin 2 üstündə 13 bir də. Vədən sonra nöqtəni gördüm. Çaşdım. 2 üstündə 13. İndi bunu da çevirək. 2 üstündə bunu da 23-ə bölmək lazımdır. Megabayta çevirirəmsə. Yox, 20-yə bölməliyəm. 20-yə bölünürmü? Bölünür. Polnu bölünür. Bu da eləyir neçə? 1 megabayt. Mətnlə qrafikin cəmi eləyəcəkdir 9 megabayt. Yəni cavab edir C variantı. 65. Getdi 66. Məlumat ASCII standartına kodlaşdırılmışdır. Bu məlumatın Unicode standartında həcmi 16 kilobayt artarsa, məlumatın neçə simvoldan ibarət olduğunu tapın. Bax, bir ASCII standartındakı həcmini yazıram. Simvolların sayı bilmirəm, X deyirəm. Amma ASCII-də bilirəm ki, 1 baytdır. Bir də Unicode-da. O da simvolların sayı dəyişməz olaraq qalır. Burası 2 baytdır. Deyir ki, ASCII-dən Unicode-a keçəndə 16 kilobayt artıbdır. Kilobayt. Artma o baş veribdir. Yəni sən ASCII-nin üzərinə, həcmin üzərinə 16 kilobayt gəlməlisən ki, o bərabər olsun X vurulsun 2 bayta. Başa sala bilirəm. Yəni sən bunları nəzərində saxlamalısan ki, sən bu həcmi, ASCII-dəki həcmin üzərinə 16 gəlməlisən ki, Unicode-dakı həcmi alasan. Məntiqini tutmağa çalışın sadəcə, işin eləmirik. Heç nə. Sağı sola keçirdirəm dəyişənləri bir tərəfə. Bir də bu kilobaytı bayta çevirməliyəm. Yəni 2 üstündə 16, 2 üstündə 16-nı 2 üstündə 10-a vurmalıyam. O zaman X-in qiyməti bərabər olur 2 üstündə 14-ə. Yəni cavab olur D variantı. 16, 2 üstü 4-dür deyə. Bunları topladım, yazdım. Sonra. Bəzən belə detallara da ehtiyac qalır. Uşaqlar çaşbaş qalmasın deyə hamısını deməli oluram. 67. Deyir ki, avtomatik qurğu 10 simvollu şifrə tərtib edir. Tamam.
Bu qurğunun tərtib etdiyi şifrənin ilk 5 simvolu, bir dəqiqə. 10 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 5 simvolu 26 simvolu ingilis. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yazdım. İlk 5 simvolu 1, 2, 3, 4, 5 bura qədər. 5 simvolu 26 simvolu ingilis əlifbasının böyük və kiçik. 26 dənə böyük hərf var, 26 dənə də kiçik hərf var. Ümumilikdə neçə dənə hərf elədi? 52 dənə hərf, düzdür? Qalan 5 simvolu isə 16-lıq say sisteminin dalda var imiş. Simvollar ola bilər. 16-lıq say sistemində də 16 dənə simvol var. Bu qurğu ən çox neçə fərqli şifrə tərtib edə bilər? 52 dənə bura, 52 dənə bura, 52 dənə bura, 52 dənə bura, 52 dənə də bura. Yəni 52-ni 5 dəfə öz-özünə vuranda 52 üstündə 5 eləyəcək. Yazıram 52 üstündə 5 vurulsun. Burada da 16, 16, 16. 5 dənə də 16-nı bir-birinə vuracaqsan. Yəni 16 üstündə 5. Cavab verir C variantı. 67 C. Sonra gələk 68-ə. Fidan, qrafik redaktordan istifadə edərək 7 MB həzmə malik qrafik təsvirin palitrasındakı rənglərin sayını 64 dəfə azaldır. Bu zaman qrafik təsvirin informasiya həcmi 3 MB azalır. İlkin təsvirin rənglər palitrasında ən çox neçə rəng olduğunu müəyyən edin. Ay, 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 ay. Deyir ki, bu qədər həcmdə olan bir qrafik təsviriniz var. Siz bunu rənglər palitrasında, indi bunu V1 olaraq hələ ki yazım. Rənglər palitrasındakı rəngi bilmirəm neçə idi. Amma mən Fidan deyir ki, bunu azaltdı. Neçə dəfə? M1-i azaldıbdı 64 dəfə. Düzdür? O zaman bunu mən düstur olaraq yazası olsam, bu 2 üstə 6 eləyər. Bu da 2 üstündə kiçik M1 eləyər, düzdür? Mən bunların N2-nin elə bir belə yazaq da. O zaman bu 2 üstündə N1 çıxılsın 6 olar. Və düsturuma əsasən də, düsturum da 2 üstündə kiçik N-dir də, düzdür? Bu düstura əsasən də, cəhcə vaxt buna i-də deyirlər. Mən həmişə N yazıram, yəni belə öyrəşmişəm. İstəyən i-də yaza bilər, amma məqsəd eynidir, yəni gedişat eynidir. O zaman sənin kiçik N2-nin qiyməti bərabər olarmı N1 çıxılsın 6-ya? Böləndə qüvvət üstləri çıxılır deyə çıxmaya yazmışıq. Yəni, kreativ işini eləməmişəm. Bu zaman qrafik təsvirin informasiya həcmi 3 MB azalır. Yəni, həcm dəyişdi oldu. 3 MB azalanda nə qədər qalır? 4 MB-a bərabər oldu. İlkin təsvirin rənglər palitrasında ən çox neçə rəng olduğunu müəyyən edin. Və gəlin sizə belə bir şey deyim. Biz bayaqdan yazırıq V1 bölək V2 bərabərdir M1 bölək N2. Bunu burada yerinə qoyub yazıram. Yazıram. V1-in qiyməti neçədir? 7 MB. V2-nin qiyməti 4 MB. Bərabərdir. M1-in qiyməti elə M1-dir. Bax, elə buradan gəlin nəticə ki, M1-dir. Yəni, elə M1 olaraq saxlayıram. Bölünsün. N2-nin qiyməti M1 çıxaq 6-dır. Yəni, mən bura N2 yazsam, 2-dən dəyişən olmuş olur axı. Mən ona görə oradan yola çıxa bilmirəm. Və bunu tərlik kimi həll edirəm. Dəqiqə. Hə, yazaq. Çarpaz vururam. 4N1. Bu megabayt ixtisar gedir, daha buna baxmırıq. 7N1 çıxılsın, 6F7 42. Heç nə, sağını soluna keçirdirəm, 3N1 bərabərdir 42-yə. N1 də bərabərdir 1, 4, 14-ə. Bunu tapdıq. Məndən nə istəyir sualda? Bir dənə baxım. İlkin təsvirin rənglər palitrasında. Hə, rəng palitrası da böyük N-dir də, düzdür? Məndən böyük N1 istəyir. O da 2 üstündə 14. Gətirib yerinə qoyum. Yəni, cavab verir D variantı. 68-i tapdıq. RGB kodlaşdırma sistemində olan 1024/512 ölçülü təsvirin informasiya həcminə bərabər olan CMYK sistemində kodlaşdırılmış təsvirdə neçə piksel var? Deməli, bu qədər ölçülü təsvirin informasiya həcmində yazıram V bərabərdir 2 üstündə 10 vurulsun 2 üstündə 9. RGB-də də bayaqlarım danışdıq 24 bitdi.
Bir də yazmıram. Videonun həm də vaxtı uzanır. Deyir ki, bu təsviri informasiya həcminə bərabər olan TMK sistemində kodlaşdırılmış təsvirdə neçə piksel var? Bu həcmi birincinin həcmidir, düzdür? Bunu saxlayıram belə, heç nə dəymirəm. Gəlin buranı belə yazaq. Bunu TMK-yə bərabərləyəcəm sadəcə olaraq. O zaman nətər yazmalıyam? Bax, piksellərin sayı A vuraq B deyil. Mən A vuraq B şəklində yox, onlara ümumilikdə bir dənə X yazıram. Yazıram X vurulsun. TMK-da 4 dənə rəng var. 4 dəfə 8 deyəcək 32 bit. Burada da 32 bitdir rəngin dərinliyi. Heç nə, X-i tapıram, yerinə qoyuram. Yazıram X bərabərdir. Bərabərin solundakını X-in yanındakına bölməliyəm. 2 üstündə 19, vuraq 24, bölünsün 32. Hər iki tərəf bitdi deyə problem yoxdur. Heç nə, 32 2 üstündə 5 deməkdir. Ona görə onu saxlayıram. 214-dən də 219-dan da 5 çıxanda 214 qalır. Yəni 24 vurulsun 2 üstündə 14. İndi cavabda elə bir variant olmadığına görə bu 24-ü 3 vuraq 8-də axı parçalayıram 2-nin qüvvətinə. Bu 8 də 2 üstündə 3-ə bərabər olduğuna görə avtomatik bununla bu toplanır qüvvətləri. Onda qalır 3 vurulsun 2 üstündə 17. Yəni cavab Y variantı. 69 Y. Bu 69 idi. Sonra gələk 70-ə. 70. 129 səhifəlik sənədin cüt nömrəli səhifələrinin, bax, bayaqçı dediyimə gəldi çıxdı. Tək rəqəmdir. Yazıram bura 129 və bunu parçalayıram. 129-un yarısı eləyir 64, yarısı eləyir 65. 65-im təkdir, 64-üm cütdür. Deyir ki, cüt nömrəli səhifələrin hər biri 128 simvol, bax yazıram bura. Və mətn, burada mətndən söhbət gedir, bərabərdir. Cüt, yəni küstü 6, vuraq, 128 simvol, küstü 7, 64 simvollu əlifba, əlifba deyir. Deməli, sənin böyük yenin 64-dürsə, kiçik yenin buradan olacaqdır 6 bit. 6 bit. Gətirib yerinə qoyuram, yazıram 6 bit. Kodlaşdırılmış mətin tək nömrəli səhifələrdə isə yazıram V qrafik bərabərdir. Hər birində isə informasiyanın həcmi bu qədər olan qrafik təsvir vardır. Səhifələrdən söhbət gedir. Yəni 65 vuraq 200 üstündə 256 208 deməkdir. O da 210 218 yazacağam buna. 218 bitdə budur. Gəlin bunu ortadan bir dənə belə dairəyə bir şey alaq ki, yəni bu bizlikdir, hələ ki bu qalsın. İndi nədir? Qrafik təsvir vardır. Sənədin informasiya həcmini müəyyən edin. Həcmini tapaq. Cavab kilobaytla da var, bitlə də var. İndi bitlə məncə biraz uzun olacaqdır. Gəlin kilobaytla tapaq. Məsələn, 10 kilobaytla tapaz olsam, 213-ə bölsəm. Ya Allah, hey. Bunlar getdi. 65-i 2 üstündə. 65 vurulsun, 2 üstündə 5 eləyir də. Yəni 32. Yazaq 32 kilobayt. Bunu hesablayaram. Bu da bərabərdir. Bunu da 213-ə böləndə 13-ə böləndə. Bunlar gedir ixtisar. Qalır burada elə 6 kilobayt. 6 kilobaytla bunu hesablamaq lazımdır. Onlar vuranda neçə eləyir? Qoyum bir dənə vurum. Deməli, gəl belə hesablayaq da. 2 üstə 6-nı 2 üstə 5-ə vuranda 2 üstündə 11 eləyir. 2 üstə 11 də 2 üstə 11 də elə bir neçə eləyir? 2048 4096. Yox, 1024 2048 eləyir. 2048-in üzərinə 1 32 gəlməliyəm. Bir dənə də 6 gəlməliyəm. Yəni ümumilikdə 38 gəlməliyəm. 38. Onda bu eləyəcək neçə? Deməli 6 8 0 2086 varmı? Var. C variantı. Belə. %71. Qrafik təsvirin rənglər palitrasında 256 dənə rəng var. Tamam. Bu da tamam. Palitradakı rənglərin sayı 8 dəfə azaldılan zaman, bax, palitradakı azaldılıbdır. Bunları tez nömrələyirəm. 256-nı 8 dəfə azaltdım. Bu 2 üstü 8-dir, bu da 2 üstü 3-dür. Onda burada qalır mı? 2 üstündə 5. Onda bizim kiçik n2-miz olur mu? 5 bit. Bunu yazdıq. Deyir ki, 8 dəfə azaldılan zaman qrafik təsvirin informasiya həcmi 15 kilobayt azalmışdır. İlkin qrafik təsvirin informasiya həcmi kilobaytla müəyyən edin.
Heç nə edək. Oy, 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 oy. Simvolların sayı bilmirəm nə qədərdir. Vurulsun 8 bit. 8 bit. Azaldıqlar 15 kilobayt. Bərabər olubdu. Simvolların sayı yenə bilmirəm. Yazıram S, X də yaza bilərsiniz. Vurulsun 5 bit. İndi sağa sola keçirirəm. Onda bura olur neçə? 3S, bu bitlə təbii ki, vahidini yazıram, hələ çevirməmişəm çünki. Bərabər olubdu 15 kilobayt. Mən bu sol tərəf bitdi, sağ tərəf kilobayt deyə bunu 213-ə vurmalıyam. O zaman mənim S-im də bərabər olmuş olur. Artıq bunlar getdi də, bərabərləşdi. 15 vurulsun 213-ü bölməliyəm 3-ə. Heç nə, bunlar ixtisar gedir, qalır yuxarıda 5. Kilobaytla deyir tapın. Burada qalır simvolların sayı 5 vurulsun 213. Düzdür? Bu simvolların sayıdır. Yəmdən sərqəli yazaq. 213. Bunu tapdıq. İndi mənə deyir ki, ilkin həcmini tapın. Hə, ilkin də budur da. İlkin belə deyək, rəng çaları falan. Burada da simvol sayı deyirəm. Siz piksel sayı olaraq bunu nəzərdə saxlayın. Zaten piksel simvol sayı burada demək olar ki, düstur olaraq eyni şey gedir. Məna olaraq eyni deyil, amma yol olaraq düz gedir. Piksel sayı. Deməli 5 vurulsun 210. Həcmin də bərabər olurmu? Yəni sənin piksellərinin sayı A vuraq B-yə, bir dənə indi S demişik də, burada S deyək, vurulsun kiçik n-ə. Yəni S-i 5 vurulsun 213-ü vurmalıyam 8 bitə və bunu kilobayta çevirməkdən ötürü 213-ə bölməliyəm. Onda bunlar ixtisar gedir, qalır burada 40. Yəni cavab eləyir D variantı. Belə. 72. Çox qalın olmuş. Yəqin ki, yox. Biraz azaldıq. Müəyyən bir kodlaşdırma sistemində hər bir simvol 32 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 3 səhifədən ibarətdir. Hər səhifəsindəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 2 dəfə azdır. Yadınıza gəlsə biz burada buna aid məsələ işləmişdik. Bax, sizin 3 dənə səhifəniz var. Bu birinci səhifə, bu ikinci səhifə, bu da üçüncü səhifə. Bunların hər üçünün cəmi 560 bayta bərabərdir. Və özü də deyir ki, hər dəfə özündən gələnkindən 2 dəfə azdır. Yəni bu x-dirsə, bu 2x olar, bu da 4x olar. Bu şəkildə. İndi mən bu tənliyi həll edib tapıram, sonra davamını başa salıram. İndi olur neçə burada? 3, 4, 7x bərabərdir 560-a. 560 bayta. X də bərabərdir 80 bayta. Yəni, bura 80 düşür, bura 160 düşür, həcm olaraq. Burada 320 bayt düşür. Sonra, bax, sizə nə deyir? Deyir ki, ikinci və üçüncü səhifə. Buradan söhbət gedir də, bundan və bundan. Bu səhifədə olan simvolların sayını tapın deyir. Bir də sizə burada deyir ki, hər bir simvol 32 bit yer tutur. Yəni, sənin kiçik n-in qiyməti 32 bitə bərabərdir. 32 bitdir. Heç nə. Gətirək hesablayaq. Ümumilikdə mən bunu bayta çevirəndə 8-ə bölsəm, yəni günah deyil də bunu belirləmək. Onda bu 4 bayt eləyir. Yəni sənin simvolun, bir simvolun 4 bayt yer tutur. Simvolların sayını tapanda da heç nə. Elə bir ümumi həcmi bir simvolun miqdarına böləcəksən ki, tapasan simvolların sayını. Yəni, ikinci səhifədə ki, simvolu S2 yazaq, simvolların sayını tapanda 160-ı bölməlisən 4-ə, o eləyəcəkdir 40 dənə simvol. S3-ü də tapanda 320-ni bölməlisən 4-ə, o deyəcəkdir 80 dənə simvol. Yəni, 40 və 80 cavab eləyəcək B variantı. Bu 72-ci sual idi. Unuduram nömrələrini yazmağı. Amma çalışdığım qədər qeyd edirəm ki, sizə də narahatçılıq yaratmayayım. Sonra. Tak, 73. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Deməli, mən istifadəçiyəm. Mən qeydiyyatdan keçmək üçün mənə bir nə verilməlidir? Bir şifrə verilir.
Bir də məlumat verilir. Bunu yazdıq. Şifrədə yalnız bu simvollardan istifadə olunur. Neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə simvol var. Hər bir belə şifrə kompüter proqramda minimal və eyni tam bayt uzunluğunda. Bayt dedisə, ay yoldaşlar, davam edirəm. Bax, səndə burada 11 dənə simvoldan istifadə olunur, düzdür? 11 simvoldur. Onda sənin kiçik yenin burada nə qədər eləyir? Aralıqda baxırdıq, düzdür? 2 üstü 3 ilə 2 üstü 4-ün arasında yerləşir. Biz də həmişə böyüyü götürürdük. Yazıram burada 4 bit. Və səndə deyir ki, 15 simvollu şifrə verilir. Sənin simvolların sayı 15 dənədir, bir simvolunda 4 bitdir. Və sən bunu bayta çevirməlisən. Niyə? Çünki burada minimal və tam bayt uzunluğu deyil. Yəni bunu bölməlisən 8-ə. Onda bunlar ixtisar gedir. 15-i 8-ə böləndə, 15-i 2-yə böləndə 7 tam neçəsi eləyir? Sən burada götürəcəksən 8 bayt. Düzdür? İndi bu sənin bir şifrəndir. Yəni şifrənin həcmidir. Şifrə. Sonra sənə nə deyir? Deyir ki, və qayda sayı ilə kodlaşdırılır. Bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunursa. Bax, şifrə üzərinə gəlsin məlumat idi. Şifrənin həcmini veribdi 8 bayt. Ümumilikdə də deyir ki, bu 16 bayt tələb eləyir. Yəni sənin məlumatına nə qədər qalır? Buna da 8 bayt qalır. Yəni cavab eləyəcəkdir A variantı. 74. Bu suallar biraz yekə görünsə də, biraz adamın gözünü qorxutsa da, əslində o qədər də suallar deyil, yəni yazmaq olar. Yaza biləcəyiniz suallardır, qorxmayın bundan. Suallardan ümumiyyətlə qorxmaq lazım deyil. Gələk 74-də. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 9 simvollu. Artıq burada simvolların sayı 9-dur. Şəxsi şifrə verilir və müəyyən əlavə məlumat verilir. Bayaqki kimi həm şifrə verilir, həm məlumat. Sadəcə buradakı şifrəniz 9 dənə simvol var. Və şifrədə neçə simvol istifadə oluna bilər? Bax, A, B, C, bunları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə simvol yenə. Yəni sənin əlifbanda 11 dənə simvolun var. O zaman sənin kiçik yenin olacaqdır 4 bit. Düzdür? Bunu tapdıq. Və 9 dənə simvoldur. Hər bir simvolunda 4 bit olanda sənin şifrənin həcmini hesablasan gör nə qədər olur və bunu bayta çevirməlisən. Çünki eyni tam bayt uzunluğu deyir. Bunlar ixtisar gedir, aşağıda qalır ki, 9-da 2-yə bölündə 4 tam neçəsə elədiyinə görə bayaqki kimi məsələ yuvarlaqlaşdırmırıq, tam ədədə gətiririk. Eləyir neçə? 4 tam neçəsə, sən də ona görə burada götürürsən 5 bayt. Düzdür? Neçə siz dediyimdə ki, 4,5 eləyir də. Yəni sən burada da 5 bayt götürməlisən. Bunu götürdük. Heç nə. Gətirib yerinə qoyuram. Baxıram görüm nə deyir. Bir istifadə, sənin şifrən var idi, bir də məlumatın var idi. Şifrənin həcmi ümumilikdə 5 baytdır. Məlumatdan bir yerdə ümumilikdə bax deyir, bir istifadəçinin qeydiyyatı üçün 10 bayt tələb olunarsa, deməli məlumata nə qədər qalır? 5 bayt. Yəni cavab verir A variantı. Tardı getdi. 75. Sürüşmür. Sürüşmək istəmir. Kənan ismarıc ötürmək üçün kod cədvəli düzəldir və hər bir ismarıca bu əlifbasının bütün 4 hərfli kodlarını uyğunlaşdırır. Tamam. Bir dəqiqə. Əlifbasının bütün 4 hərfli kodlarını uyğunlaşdırır. Kod bu şərtləri ödəməlidir. Bu hərfi, heç nə. Bax, sizin simvollarınız hansıdır? A-dır, B-dır, C-dır, D-dır, bir də X-dır. Düzdür? 4 hərfli kodlar olmalıdır deyil. 1, 2, 3, 4 dənə oyuq çəkirəm. Hansı şərtlər ödəməlidir? B hərfi ya kodun yalnız ikinci mövqeyində istifadə olunur, ya da kodda heç istifadə olunmur. Hər hərf təkrarlana bilər, Kənan isə müxtəlif kod istifadə edə bilər. İndi, mən bura B hərfini istifadə eləsəm, bura mən bir dənə simvol yaza bilərəm. Qalanlarını amma hamısını yaza bilərəm də, başqa bir limit qoymuyubdur. Mən burada 1, 2, 3, 4 dənə simvol yaza bilərəm. 4 dənəsini bura, 4-ünü bura, 4-ünü də bura. Ümumilikdə bu 4-ün kuba eləyir, o neçə eləyir? O da 2 üstündə 6 eləyir. Düzümü dedim? Yəni 64 dənə bu elədi. Ya da deyir, heç istifadə olunmaya bilər. Heç istifadə olunmasa, o zaman bu 4 dənə oyğumu çəkirəm. 4 dənə bura, 4 dənə bura, 4 dənə bura, 4 dənə də bura yaza bilərəm. Düzdür?
Bu da 4 üstü 4 eləyir, o da 2 üstü 8 eləyir, o da 256 eləyir. Heç nə. Sonra da bunları cəmləyirəm. Bunları da cəmləyəndə neçə eləyir? Deməli, 0, 1 yadda, 11, 2, 1 yadda, 320 eləyir. Yəni cavab verir A variantı. Всё. Keçək 76-ya. Məryəm ismarıc ötürmək üçün kod cədvəli düzəldir və hər bir ismarıca öz kodunu qarşı qoyur. Kod kimi Məryəm yalnız bu hərflərdən ibarət 5 hərfli sözlərdən istifadə edə bilər. Kod bu şərti ödəməlidir. X və Z hərfləri yalnız ilk 2 mövqedə, qalan hərflər isə 3 mövqedə ola bilər. Hər hərf kodda bir dəfə istifadə oluna bilər. Məryəm neçə müxtəlif koddan istifadə edə bilər? İndi 5 dənə müxtəlif sözdür, tamam. 1, 2, 3, 4, 5 dənə kod olmalıdır. Hərflərim A, B, C, D, Y, X və Z. İndi nə dedi burada? X və Z hərflərini deyir ki, yalnız ilk 2 mövqedə, bu hərflər isə növbəti 3 mövqedə ola bilər. Hər hərf kodda bir dəfə istifadə oluna bilər. Heç nə, X və Z-i mən bura yaza bilərəm də, düzdür? X-i də Z-i də. Mən bura 2 simvol yaza bilərəm. Yerdə qalır neçə dənə simvolum? 1, 2, 3, 4, 5 dənə. İndi bura 5 dənəsini yazsam. Məsələn, bura A-nı da, B-ni də, C-ni də, D-ni də, Y-ni də yazsam, artıq burada, məsələn, burada A-nı yazmışımsa, burada B-ni, C-ni, D-ni, Y-ni yaza bilərəm. Burada 4 dənəsini. Sonra burada 3 dənəsini, burada 2 dənəsi qalır. Sonra bunların bir-birinə hasilini tapıram. Onda eləyir neçə? Deməli, bu eləyir 20, bu eləyir 40, 40-ı 3-ə vuranda 120, 120-də 2-yə vuranda 480. Nəysə səhv dedim deyəsən. 480 yazdım. Gəlin bir də baxaq buna. Dəqiqə. 2 dəfə 5-im 10. 10 dəfə 4-üm 40. 40-ı 3-ə vururam. 40-ı 3-ə vuranda neçə eləyir? 120. 120-ni 2-yə vuranda neçə eləyir? 120-ni 2-yə vuranda 240 eləyir. Mən də 480 yazırmış. 240 da yoxdur. Gəlin görək nəyi səhv demişim. Dəqiqə. 1, 2, 3, 4, 5 dənə simvol var. 5-i, 4-ü, 3-ü. Oyuq neçə dənədir? 5 hərfli sözdən istifadə edir, deyir. Bir dəqiqə gəlin təzədən bir də yazaq. Görüm nəyisə gözdən qaçırmışam deyəsən. Demək. 1, 2, 3, 4, 5 dənə oyuqdur. A, B, C, D, Y, X və Z. Deyir ki, 5 hərfli sözdən istifadə edir. Bu kod bu şərtləri ödəməlidir. X və Z hərfləri yalnız ilk 2 mövqedə. 2 mövqedə deyir. Yəni sən burada 2 yaza bilər, 2 dənə X və Z-i yaza bilərsən. Burada X və Z-i yaza bilərsən. Burada 2 dənəsini yaza bilərsən. Hə, X və Z getdi. 1, 2, 3, 4, 5 dənə. 5 dənə. Deməli, onda 5-ini bura, 5-ini, özür istəyirəm, 4-ünü bura, 3-ünü də bura yaza bilərsən, düzdürmü? İndi 4 dəfə 5-im 20, 20-ni 4-ə vururam. 80, 80-i də 3-ə vuranda, Həsən keçər məsələsi oldu. Qoyun görüm, mən nəyi səhv yazıram. Qoy məsələmdən axıra kimi oxuyum, deməli. X və Z hərfləri yalnız ilk 2 mövqedə, qalan hərflər isə növbəti 3 mövqedə 1, 2, 3, 4, 5. Bura hər hərf bir dəfə istifadə olunursa, onda əgər mən bura X və Z-i yazmışamsa, 2 dəfə. Bura X yazmışamsa, artıq bura 1 hərf yaza bilərəm də. Bura artıq Z-i yazmalıyım. Onda bura olur 1 dənə. Düzdürmü? 1, 2, 3, 4, 5 dənə. 5 dənə simvol bura, 4 dənəsi bura, 3 dənəsi də bura. Gəlsə, o zaman 2 dəfə 5-im 10, 14-ə vurdum 40, 43-ə vurdum 120. Hə, mən bunu gözdən qaçırmışam, bu ilk ikisini. Onda hər ilk 2 mövqedir. Sonra burada deyir ki, yalnız bir dəfə istifadə oluna bilər. Hə. Yəni demir ki, 2 dənəsini 2 mövqeyin ikisinə də yaza bilərsən. Hər biri bir dəfə. Tamam, okey. O zaman olur cavabım nə? 2 dəfə 5, 10, 10-u 4-ə vurdum 40, 43-ə vurdum 120. Burada cavab edir D variantı. Bu sual biraz vaxtımızı aldı. 77. Deyəsən biz 100-ə gedib çata bilməyəcək. Yox, çata bilərik əslində, prosta
Nə qədər gedib vaxtımız? 59 dəqiqə. Tak. Bu neçə idi? Unutdum sualı. Məryəm, hə, Məryəm bizim başımıza oynaşdı. Gəl, 77. Yazaq. Deyir ki, kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 7 simvollu şifrə verilir. Şifrədə yalnız bu simvollardan istifadə olunur. Neçə simvol var? Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Böyük yenim bərabərdir 9-a. O zaman kiçik yenim bərabər olur 4 bitə. Bu aydın məsələdir. Məncə bunu təzədən izah eləməyə ehtiyac yoxdur. Bunu yazdıq. 7 dənə simvollu şifrə verilib. Tamam. Sonra deyir ki, minimal və eyni tam bayt uzunluğunu. Bax, 7 dənə simvolludur və hər biri də 4 bit yer tutur. Düzdür? İndi sən bunu bayta çevirəndə bölməlisən 8-ə. Bayaqki məsələ. 2-yə böləndə 3 tam neçə eləyir, amma sən bunu 4 bayt olaraq qeyd eləməlisən. Düzdür? Yəni şifrən 4 bayt yer tutur. Sonra dalını oxuyuram. Deyir ki, minimal bit sayı ilə kodlaşdırılır 50 dənə belə şifrə. 50-ni də vururam 4 bayta. 5 dəfə 4-ünü deyəcək 20, yəni 200. Yəni cavab edəcək D variantı. Sonra 78. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 7 simvollu şəxsi şifrə verilir. Tamam. Və şifrədə yalnız ikili say sisteminin simvollarından və bu hərflərdən istifadə olunur. Deməli, böyük yen bərabərdir. İkili say sistemində 2 dənə element var. Bir də buradakı hərfləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7 dənə hərf var. Ümumilikdə bu elədir 9. Onda bunun kiçik yeni bərabər olur 4 bitə. Düzdür? İndi bunun həcmini hesablayıram. Vururam 4 bitə və bayta çevirirəm. Çünki eyni tam bayt uzunluğunda söhbəti burada da var. Bölürəm 8-ə. İxtisar gedir qalar aşağıda 2. 7-ni 2 böləndə 3 tam neçəsi eləyir? Mən də burada götürürəm 4 baytı. Təqribi olaraq. Təqribi deməyək də bayaqlarım izah elədiyim məsələ kimi. Hə, heç nə. Sonra deyir ki, 10 dənə belə şifrə, yəni sənin bir şifrən 4 baytsa, 10 dənə şifrən nə qədər olar? 10 dəfə 4 baytım deyəcəkdir 40 bayt. Yəni C variantı. 79. Salih ismarıc ötürmək üçün kod cədvəli düzəldir və hər bir ismarıca bu əlifbasının bütün 5 hərfləri kodlarını uyğunlaşdırır. Kod bu şərtləri ödəməlidir. Gəldik, çıxdıq buna. Deməli, ikinci, üçüncü mövqedə yalnız A və O hərfindən istifadə edilə bilər. Sonuncu mövqedə yalnız B hərfi ola bilər və hərflər kodda yalnız bir dəfə istifadə oluna bilər. Salih isə müxtəlif kod istifadə edə bilər. Gəlin, baxaq ki, Salih nə deyir burada. Deməli, ismarıc ötürmək üçün kod cədvəli düzəldir. Əlifbada bu hərflər 5 hərfli kodlarını uyğunlaşdırır. Uyğunlaşdırır, kod bu şərtləri ödəməlidir. Hə, deməli 5 dənə simvol var da, düzdür? 1, 2, 3, 4, 5. Kodun uzunluğu bu qədərdir. İkinci, üçüncü mövqedə A və O hərflərindən istifadə edilə bilər. A, O. A, O. Bayaqki məsələ təkrarlanma söhbəti dediyinə görə bura 1 yazacağam. Bura 2. Ya buna 2, ya buna 1 fərqi yoxdur. Sonuncu mövqedə yalnız B hərfi olmalıdır. Burada bir dənə B olduğuna görə burada bir dənə simvol yaza bilərəm. Və hər hərflər kodda yalnız bir dəfə istifadə oluna bilər. Bir də mən burada hərflərin sayını saymadım. Deməli, nə var? A var, B var, C var, O var, F var, P var. P var. 1, 2, 3, 4, 5, 6-dır. Deməli, A, O və B-ni silsək, 1, 2, 3 dənə hərf qalır. Onda 3 dənəsini buraya yazsam, 2 dənəsini də buraya yazıram avtomatik. Onda cavabım edir neçə? 3 dəfə 4-üm 12. Varmı cavab 12? Bəli, C variantı. 80. 80. Bəlkə 80-də yekunlaşdıraq. Hə, davam eləyək 80-ci sualdan. Deməli, yoldaşlar, 80-ci sualda hər bir istifadəçiyə 9 simvoldan ibarət olan parol verilir. Tamam. İnformasiya təhlükəsizliyi baxımından hər bir parol ən azı bir onluq rəqəm. Deməli, sən burada onluq say sistemindən istifadə edəcəyin, onluq say sistemi rəqəmlərini istifadə edəcəyinə görə 10 dənə rəqəm.
Deməli, ən az bir onluqla böyük və kiçik latin hərfləri latin əlifbasında 26-dır. Deməli, 26 dənə böyük, 26 dənə də kiçik hərflərdən istifadə edəcəyik. Bir də buradakı simvolları sayırıq. 1, 2, 3, 4, 5, 6 dənə də simvol var burada. Üzərinə gəlsin 6. Ümumilikdə bu eləyir neçə? 52, 58, 68 dənə. 68 dənə burada simvol var. O zaman kiçik n-in qiyməti olur neçə? Deməli, 68 2 üstündə 6 ilə 2 üstü 7 arasında yerləşir. Biz də burada götürürük böyüyünü 7 bit yazırıq. 9 dənə simvoldan ibarət dediyinə görə 9 vurulsun 7 bit. 9 dəfə də 7 eləyəcəkdir 63. Heç birbaşa yaxşı yazaq. Bir də bunu mən çevirməliyəm bayta, düzdür? Bölməliyəm, yəni 8-ə. Yazıram bura 63 bölünsün 8. Bunu da böləndə eləyəcəkdir 7 tam neçəsə. Mən də bunu götürürəm 8 bayt olaraq. Yəni mənim bir dənə şifrəm 8 bayt yer tutur. Sonra bu uzun-uzun həngamələri oxuya-oxuya gəlirəm. Deyir ki, mümkün minimal bit sayı ilə kodlaşdırılır. Paroldan başqa hər bir istifadəçi üçün əlavə məlumat da saxlanılır. Bayaqki məsələ, parolun üzərinə gəlinsin məlumat ümumilikdə istifadəçiyə verilən həcmə bərabərdir. İndi sən parolun 8 bayta bərabərdir. Məlumatını da bilmirsən nədir. Yazıram burada, silək. 8 bayt sən şifrən həcmidir. Üzərinə gəlsin məlumat. Bu bir istifadəçi üçündür. Arxasını oxuyaq. Bax, deyir 20 istifadəçi haqqında məlumat saxlanılmışdı. Ümumilikdə mən bunu 20 istifadəçiyə vurub 500 bayt tələb olunarsa, 500 bayta bərabər eləsəm, bir istifadəçi haqqında məlumatın həcmini tapmış olaram. Heç nə. Yazaram 8 bayt üzərinə gəlsin məlumat bərabərdir. 500-ü 20-yə böləndə eləyir neçə? 25 bayta. Məlumat da bərabərdir 17 bayta. Yəni cavab eləyir burada D variantı. Məncə bu qədər kifayətdir. İnşallah davamını sizin üçün yenidən çəkməyə çalışacağam. Əlavə sualınız olarsa şərh bölməsində qeyd eləyərsiniz. Yəni çalışdığım